Allah Quran-ı Kerimdə Quranın özünə belə tərif verir. Həm ucadır, həm pakdır. Quran-ı Kerimin insanlardan istədiyi nədir? Məkan, Quran deyir ki, gərək pak olsun. Yemək, Quran deyir gərək pak olsun, halal olsun. Göz, qulaq, ağız, deyir bunlar gərək hamısı pak olsun. Pak şey eşit, pak söz eşit. Pak şeyə bax, təmiz şeyə bax. Danışanda danışığa fikir ver, pak danış, təmiz danış. Sonra gəlir ətraf, yol, yoldaş, dost. Bunlar da nə olmalıdır? Bunlar da gərək pak olsun. Əgər belə olarsa, insanın bu həyatdan sonra getdiyi yerdə nə olacaq? Pak olacaq. Allah Teala Quran-ı Kerimdə Quran üçün buyurduğu o pak, o təmizlik məsələsi ki var, eyni sözü kim barədə buyurur? Əhl-i Beyt əleyhissalam barədə buyurur. Aya məşhur ayədir, bilirsiniz. Təthir ayəsi. Allah buyurur ki, Allah istədi ki, siz Əhl-i Beyti neynəsin? Pak etsin, təmiz qərar versin. Deməli, Allah həm Quranda Quranın özünə pak deyir, həm də Quran-ı Kerimdə Əhl-i Beyt əleyhissalama pak deyir. İndi bizə aydın olur ki, niyə biz Qurandan və Əhl-i Beytdən yapışmalıyıq?